İndi mənə lazımdır ağır qəlyanı necə yığırlar. Qəlyan dükanlardakı ən böyük problemimiz satıcıların informasiya qıtlığıdır. Amma elə bir dükan var ki, orada bu qıtlığı yoxdur. Sözsüz ki, bu tabaçokdur. İnanmırsınızsa, gedək. Keçən bölüm tütünlər 3 yerə bölünür dedik. Deməli, Virginia, Oriental, bir də Burley. Və bunların hər biri haqqında dərindən informasiya almaq üçün gəlmişik Tabaçoka. Atəş bəy bizə kömək olacaq. Buyurun, xoş gəlmisiniz. Atəş bəy, Virginia haqqında başlayaq. Bildiyiniz kimi mağazamızda ancaq premium tütünlər mövcuddur. Premium demək ağır demək deyil. Ağırlıq dərəcəsi nikotinə və tütün sortuna görə dəyişir. Ən yüngül tütün kimi Virginia tütününü misal göstərə bilərik. Virginiadan hazırlanan, məsələn, Starline, Fumari, Element kimi bəzi markaları misal göstərərik. Mağazamızda Virginiadan hazırlanmış 10-15 növ tütün markaları mövcuddur. Hə, Atəş, deməli, yüngül qəlyanlara aydınlıq gətirdik. İndi keçək orta ağırlığa. Orta ağırlıq üçün hansı tütünlər məsləhət görürsən? Orta ağırlıqda qəlyan düzəltmək üçün nikotini az olan Burley yarpaqlarından hazırlanmış tütünləri və Virginia Burley qarışığı olan markalardan istifadə etmək olar. Bunlara nümunə olaraq, məsəl üçün, Nash, Sebero Classic, Blackburn kimi markaları misal göstərmək olar. Deməli, orta ağırlıqda yığdıq. İndi mənə lazımdır ağır qəlyanı necə yığırlar? Bunun üçün təbii ki, Burley və siqar yarpaqlarından hazırlanmış markalara müraciət etməliyik. Bunlara misal olaraq Blackburn, Deus, Sebero Black, Overdose kimi markaları misal göstərə bilərik. Atəş, dəyərli informasiyalar üçün çox sağ ol. Amma bunun əvvəlcədən deyim ki, mən bura tez-tez gələcəm. Məsəl üçün, növbəti video çaşqalar haqqında olacaq. Onu da burada çəkəcəm. Yəni, biz bura tez-tez gələcəyik. Nə vaxt istəsəz, görüşərik. buyurun. Dəstək olmağı unutmayın, paylaşaq. Altlara fikirlərimizi yazaq.